Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə əla bir 3 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Alt hissəsi qaraj yardımçı otaqlar. Bir də ki 2 mərtəbə yuxarıda. Yəni burada 1 ilə 2-nin arası beton monolitdir. Daş tikilmiş ev. Bu onun həyətidir. Bax belə bir həyəti var. Burada qızılgül kolları əkilib. Bu onun həyətidir. Marşrutdan düz 10 metr aralı. 10 metr. Yəni gəldi özü də görəcəksiniz. Yəni xırda işləri qalıb, yer yığış, tamamlanma işləri qalıb. Alt hissəsi qaraj. Ya bilməyənlər deyər ki, bura nəmişlidir, nəmişli deyil, xeyr. Qram da nəmişlik yoxdur. Sadəcə bu tam metlər təzə vurulub, hələ qurumayıb. Yəni bax bu divara, bax bu tam metr suyu çıxıb. Bunu ustalar bilər. Bax burada iri bir otaqdır. Yəni kimsəsi buranı bölüb 2 dənə otaq eləyər. Stəşka da tezə verilib stəşkası. Hələ yaşdır. İndi yuxarıdan sizə göstərəcəm. Qalxaq indi evimizin 2-ci mərtəbəsinə. Daxil oldu evimizin 2-ci mərtəbəsinə. Və bura monolitdir. Bütün metal hissələr hamısı istif oldu. 2-ci mərtəbədə iri bir qonaq otağıdır. Belə bir qonaq otağıdır. Yəni aşağıdan göstərdim, yuxarıdan izah edəcəm. Yəni ki, nəm yerdə bax qonşudur. Bu cür ağacları, gül kolları olmaz. Marşrutdan düz 10 metr aralıdır. 2-ci mərtəbə qalxan pilləkənin altında kladovka. Burada hamamla ayaq yolsu. Böyle bir hamamla ayaq yolsudur. Bu da ki mətbəx. Burada təbii ki yığışdırılacaq. Qalxaq 3-cü mərtəbəyə. Bu da ki 3-cü mərtəbəsi. Tam təmirdir. Kombisləmlər çəkilib gördüyünüz kimi 3-cü mərtəbəsində də hamamla ayaq yolsu. Burada bir otaqdır. Bu da ki 2-ci otaq. Bu da 3-cü otaq. Və eyvanı. Evimiz Kupçalı, qiymət 125.000 manatdır.